Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə media tur təşkil edilib. Müəssisədə hansı şərait yaradılıb, ətraflı sujetdən biləcəksiniz. Əlilliyi olan və təhsilə cəlb olunmayan 5-18 yaşlı uşaqlar sosial xidmət müəssisəsində qayğı ilə əhatə olunurlar. Sosial Xidmətlər Agentliyinin müəssisələrindən biri olan bu mərkəzdə uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində işlər görülür. Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 13 filialı və 21 müəssisəsi var və bu müəssisələr və filiallar vasitəsilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza müxtəlif sosial xidmətlər göstərilir. Bu xidmətlər həm stasionar, həm yarım stasionar, həm də səyyar formada təbii ki, həyata keçirilir. 1984-cü ildən fəaliyyət göstərən 200 nəfərlik müəssisədə hazırda 173 uşağa xidmət göstərilir. Uşaqların sosial reabilitasiyasının göstərilməsi, onların cəmiyyətə inteqrasiyası, ailələrə dəstək olaraq bu uşaqlara xidmət göstərilməsidir. Müəssisə stasionar və yarım stasionar formada fəaliyyət göstərir. Loqoped, psixoloq və digər tibbi xidmətlərin məqsədi uşaqların davranışlarının nizamlanması, sosial kommunikasiya əlaqələrinin qurulması və özünü ifadə bacarıqlarının inkişaf etdirilməsidir. Mənim özlərimə düşən öhdəliklər ondan ibarətdir ki, uşaqların özünü ifadə bacarıqlarının formalaşdırılması, nitqinin inkişafı, müxtəlif proseslər zamanı özlərini ifadə eləmək bacarıqları və sair formalaşdırılır. Ən çox istifadə olunan terapiya yöntəmlərindən tətbiqi davranış terapiyası ABA istifadə olunur, art terapiya, nağıl terapiyası, oyun terapiyası, musiqi terapiyası və fərqli yöntəm uşaqları inkişaf etdirə biləcək, məsələn, su terapiyasını da əlavə edə bilərik. Müəssisənin balaca sakinləri üçün emalatxana, idman və musiqi zalları mövcuddur. Uşaqların vaxt keçirməyi ən çox sevdiyi zallardan biri də buradır. Onlar burada həm mahnı ifa edirlər, həm də müxtəlif rəqs nömrələri öyrənirlər. Qeyd edək ki, müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək məqsədi ilə fəaliyyət göstərir. Layla Allahverdiyeva, Çingiz Qəniyev, ASTV Xəbər.